Özüyle yaxşı SMS-lər topladı. Təbii ki, öz gözəl səsiyle. Söhbət Gəncəni təmsil edən Şahmuraz Muradoğlu'dan gedir, alqışlarla qarşılayırıq. Hicranın əlacı saldadır, hiçbir saldadır. Ne vaxtdır ay, ne vaxtdır ay, Təbrizin gözü yoldadır ay, yoldadır. Gözü yoldadır ay, yoldadır. Bir qonaq gələrsiz, bizə lalələr ay, gözəl göçək lalələr, gözəl göçək lalələr. Ne vaxtdır Təbrizin, Gəncənin gözü yoldadır ay, yoldadır. Bir qonaq gələrsiz, bizə lalələr ay, gözəl lalələr. Artist. Mən sadəcə olaraq demək istəyirəm ki, əziz Gəncəlilər, eşidirsinizmi? Sizin qəhrəmanınız Gəncənin o çöllərini, düzənlərini necə vəsf elədi və siz də yəqin ki, buna biganə qalmayacaqsınız. Adem, əyləşəm
Samilə xanıma deyirəm, bu Elnariyə oxşamır. Çox oxşuyur, diqqət eləsin. Gözləri ilə ikisi də eynidir. Hə, düz deyirsiniz. Çox gözəl oxudun. Oğlum, İndi sizin təbrik ifa edirəm. haqqında, duet haqqında rəy söyləmək istəyirlər. Emin bəy? Mən qısa deyəcəm, Şahmuraz Yaqub müəllimdən daha aktiv idi səhnədə. Bu dəfə tərsi nədir? Bu dəfə tərsin oldu. Öpürəm, əla idi, super, həmişə kimi. Teşekkür ederim. Buyurun, buyurun. Yaqub bəy, siz gedin, mən söyləyəcəm. Nəsə bir qədər bugün keyfiniz elə bil tam elə deyil. Bugün doğrudan bizim əzizimiz, xalq artistimiz Flora xanım Kərimova bizimlə bərabər deyil. Yaqub bəy də heç özünü yaxşı hiss eləmir. Həmişə Qəbələ gözəli deyirdi. Amma bugün bir qədər tam özünüzə nəsə yer tapmırsınız. Gəlin Flora xanıma alqışlarımızı buradan belə yollayaq. Biz sizi gözləyirik həftə yenə də, əziz Flora xanım. Elnara xanım. Valla mən söz Buyurun. tapa bilmirəm deməyə. Aqil burada olsaydı deyərdi, artist. Yəni hər şey yerindədir. Səhnə mədəniyyəti, üzü gülür uşağın, rəqs eləyir, oxuyur, oynayır, nə bilim, giyimi, hər şey, ifa, super. Bravo. Çok sağ olun. Onda 9 yazıb yollayın 36 50'ye. 50'ye. Ancaq və ancaq 36 50'ye. Alqışlarla yola salırıq öz dostlarının yanına və ardından